Azad edilmiş ərazilərdə elektrik enerjisinə olan tələbat nəinki tamamilə yaşıl enerji hesabına ödənilir. Hətta yaranan əlavə güclər ölkənin ümumi enerji şəbəkəsinə də ötürülə bilir. Bu barədə Energetika Nazirliyi yanında bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev məlumat verib. Qürurverici xəbərdir. Onu da xatırlatmaq yerinə düşər ki, bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsi Azərbaycan Prezidenti tərəfindən yaşıl enerji zonası elan edilib. Bu baxımdan işlərin plan üzrə getdiyini də deyə bilərik. İşğaldan azad edilmiş torpaqlarda görülən işlərlə bağlı daha ətraflı isə Energetika Nazirliyi yanında bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyevdən məlumat almağa çalışacağıq. Cəbrayıl müəllim, salamlayıram sizi. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm. Qeyd etdiyimiz kimi artıq azad edilmiş ərazilərdə elektrik enerjisinə olan tələbat tamamilə yaşıl enerji hesabına ödənilir. Bəs sizcə bu hansı stansiyaların hesabına həyata keçirilir? Ümumiyyətlə, azad olunmuş torpaqlarda bu istiqamətdə görülmüş işlərlə bağlı bir qədər ətraflı məlumat verməyinizi sizdən rica eləyərdik. Buyurun. Təşəkkür edirəm. Bildiyiniz kimi işğaldan azad olunmuş ərazilərdə geniş miqyaslı bərpa quruculuq işləri yerinə yetirilməkdədir. Və sizin də vurguladığınız kimi ölkə başçısı tərəfindən həmin ərazilər yaşıl enerji zonası olaraq elan edilmişdir. Və həmin ərazilərin kifayət qədər geniş miqyaslı bərpa olunan enerji potensialı vardır. Hal-hazırda həmin ərazilərdə günəş elektrik stansiyalarının tikintisi istiqamətində işlər aparılır. Eyni zamanda işğaldan azad olunmuş ərazilərin Kəlbəcər və Laçın və Əlvan dağlıq ərazilərə kifayət qədər külək potensialı zəngindir ki, həmin ərazilərdə ölçü müşahidə işləri həyata keçirilir. Və eyni zamanda həmin ərazilərdə bugünə qədər 38 çift elektrik stansiyası fəaliyyət göstərir ki, bunların da ümumi gücü 307 meqavat təşkil edir. Və sizin də vurguladığınız kimi istər keçən il, istər bu il və həmin ərazilərin enerji istehlakı tam olaraq yaşıl enerji mənbələri hesabına əldə edilib. Bunun yola yanaşı şəhərsalma prinsiplərinə olaraq həmin ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəli tətbiqi ilə kənd və qəsəbələrin qurulması həyata keçirilir və vətəndaşlarımıza da imkan verir ki, yeni texnologiyalardan, yaşıl texnologiyadan istifadə imkanları yaratılsın. Bu çərçivədə bir sıra kənd, şəhər və qəsəbələrin artıq damuslu günəş panellərinin tətbiqinə başlanılmışdır. Bunlara misal olaraq Cəbrayıl, Horoğlu, Ağdamın, Xıdırlı, Kəngərli, Sarıcalı, Şükürvəyli bu kimi əraziləri misal göstərmiyorlar və qeyd etmək istərdim ki, artıq həmin ərazilərdə vətəndaşların aktiv istehlakçı kimi qeydiyyatı prosesinə başlamışdır. Bu isə vətəndaşlarımıza imkan verəcək ki, həm enerji istehlakını təmiz mənbələr, yəni günəş panelləri ilə qarşılasınlar və artıq qalan enerjini növbəti mərhələdə əvəzləşdirsinlər və hətta ilin sonunda hesablaşma məqsədi ilə enerji səviyyəsinə müvafiq mənbələrdə vəsait əldə edirlər. Bu da dövlətimiz tərəfindən həmin ərazilərə köç etmiş əhali qrupuna verilən bir dəstəyin bariz nümunəsidir və qeyd etmək istərdim ki, artıq həmin ərazilərin yaşıl texnologiyalar və enerji səmərələrinin tətbiqi prinsipi əsasında inkişafı bir nümunə bir modelə çevrilmişdir. Artıq biz bir modelin digər beynəlxalq səviyyədə tanınması istiqamətində də işlərə başlamışıq. Və həqiqətən sevindirici haldır ki, həmin ərazilər bu günlərə ölkə başçısında qurduğu tapşırıqları olaraq təmiz enerji mənbələri ilə qidalanır və kifayət qədər enerji ölkənin digər enerji sisteminə ötürülə bilir. Çox gözəl. Cəbrayıl müəllim, bu istiqamətdə davam edən işlər barədə məlumat verdiniz. Bəs yaxın perspektivdə istifadəyə veriləcək hansı stansiyalar var? Ümumiyyətlə, qarşıda nə kimi layihələr gözlənilir? Bu barədə də sizin fikrinizi öyrənmək istərdik. Təşəkkür edirəm. Qeyd etdiyiniz kimi, növbəti mərhələdə artıq yeni su elektrik stansiyalarının tikintisi də nəzərdə tutulur. Bu məqsədlə 4 kiçik su elektrik stansiyası özəl sektor tərəfindən həmin ərazilərdə inşa edilməkdədir. Bununla yanaşı Cəbrayıl rayonunda istər yerli, istər xarici investorlar tərəfindən günəş elektrik stansiyaları tikilməkdədir. BP şirkəti tərəfindən Cəbrayıl ərazisində 240 meqavat gücündə, yerli şirkətlər tərəfindən isə hər biri 50 meqavat olmaqla Cəbrayıl rayonunun digər bir ərazisində qurulmaqdadır və yaxın perspektivdə təbii ki, bu stansiyaların sənaye miqyaslı stansiyaların istismara
verilməsi nəzərdə tutulur və bu stansiyaların istismara verilməsi də həmin ərazilərin dayanıqlı enerji təminatında bir daha yaşıl mənbələrin rolu öz yerini tapacaqdır və bu dayanıqlı enerji ilə həmin ərazilərin təminatında töhmə veriləcəkdir. Çox gözəl, uğurlarımızın şahidi olaq. Cəbrayıl müəllim, bəs ölkənin digər ərazilərində bərpa olunan enerji sahəsində hansı işlər həyata keçirilir? Qarabağ və Şərqi Zəngəzur ilə yanaşı biz artıq müsbət bir təcrübənin Naxçıvan Muxtar Respublikasına reallaşdırılması nəzərdə tutulur və qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasında da yaşıl enerji zonasının yaradılması istiqaməti müvafiq konsepsiya sənədi hazırlanmışdır və yaxın gələcəkdə Naxçıvanda da müsbət təcrübələrin ora inteqrasiyasına şahidi olacaq. Bununla yanaşı artıq ölkədə sənaye miqyaslı bir sıra bərpa olunan enerji layihələri icra edilmişdir. Bunlara Qobustan Günəş Elektrik Stansiyasında misal göstərib olaraq 230 meqavat gücündə, eyni zamanda Xızı rayonunda 240 meqavat gücündə Kürə Elektrik Stansiyasına misal göstərmək olar ki, və hazırda bunların da nəticəsində ölkənin enerji istehlakının və istehsalının bərpa olunan enerji mənbələri hesabına payının kifayət qədər artdığını görə bilərik son illərdə. Təbii ki, bu kimi layihələrin geniş miqyas, sənaye miqyaslı layihələrin reallaşdırılması istiqamətində ciddi addımlar atılır və növbəti mərhələdə məqsədimiz əsasən özəl investorların bu sahəyə cəlbi və sənaye miqyaslı layihələrin sayının kifayət qədər artırılması, eyni zamanda enerji istehsalının bərpa olunan enerji mənbələri hesabına əldə edilməsi və artıq enerjinin Avropaya və digər ölkələrə ixracı, yaşıl enerjinin ixracı məsələlərini üzərində çalışırıq və qeyd etməksə bu istiqamətə artıq bir neçə interkonnektor layihələrimiz mövcuddur və bununla bağlı kifayət qədər geniş miqyaslı müzakirələr həyata keçirilməkdədir. Çox sağ olun Cəbrayıl müəllim, ətraflı məlumat verdiniz. Həm Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə bağlı, həm də digər bölgələrimizdə. Minnətdarlığımı bildirirəm sizə.